Salam dostlar. Bugünkü videoda EVNG hakkında kısa bir izahat, kısa bir məlumat xarakterli bir video çəkəcəm və sizə izah etməyə çalışacağım ki, EVNG nəyə yarayır, nə işlər görür. Qrupda, Palo Alto qrupunda söz vermişdim yoldaşlara ki, EVNG haqqında kısa bir video çəkəcəm. EVNG virtual simülatör bir OS sistemidir. Linux üzərində işləyir. Linux live server üzərində. Hal-hazırda məndə burada hazır vəziyyətdə, sazlanmış vəziyyətdədir. Görürsünüz ki, konfigurasiya hədəfi verilir. VMware üzərində Linux qaldırılıb və EVNG sistemi konfigurasiya olunur. Qısa olaraq izaha verilir. Həmin adresimiz var, IP'miz var. Deyək ki, istəyirəm videonu bağlayayım. Görüntüyə meşaçılıq yaradır. Davam edək. Demək, daxil oluruq bizim web EVNG-nin web interfeysi var. Web interfeysi vasitəsilə EVNG-yə qoşuluruq. Demək, gördüyünüz kimi EVNG-nin web portalı açılır. Sign in. Burada yəni biraz belə sadə görsənsə də, amma bu EVNG-nin özünü konfigurasiya edib sazlamaq təxminən yəni düzgün yolunu bilirsinizsə, belə deyək ki, o 40 dəqiqəlik prosesdə hardasa təxminən düzgün yolunu. Amma mən özüm bu EVNG-ni sazlamaq üçün bəlkə də 1-2 həftə vaxtım gedib tam öyrənib prosesi tətbiq eləməmişəm. Amma siz yəni düzgün gedişata uyğun getsəniz, baxsaz, yəni maraqlı olsa sizə daha doğrusu bu video baxışdan sonra maraqlı olsa bir video çəkəcəm və o düzgün gedişata uyğun getsəz tez bir zamanda belə bir struktur, yəni belə bir sistem qaldırma olar. Yəni burada məntiq nədir? Misal olaraq, tutaq ki, məndə burada Cisco switch var. Tutaq ki, göstərim sizə sadəcə olaraq. Hazır Cisco switchim var, Windows sistemim var. Məsələn, Windows'u up edirəm. Burada yəni formatlar haqqında da gərək biraz oxuyasınız. KVM formatlar var. GMU formatlar var. Görürsünüz Windows up olur. Switch'i up edirəm. Yəni bildiyiniz hesab edin ki, şirkətdə strukturunuz, şəbəkəniz var, əməliyyat sistemləriniz var. Burada da həmin bir prosesdir. Yalnız burada bir məsələ var ki, sizin kompüterin minimum ən aşağısı heç olmasa 12 GB RAM olmalıdır ki, düzgün, yəni EVNG-ni heç olmasa orada 4-5 bir maşın up edə bilərsiniz. Gördüyünüz ki, Windows 7 əməliyyat sistemidir. Həmin EVNG-in içərisində qaldırmışam belə bir prosesdir. Digər maşını da qaldıraq. Burada siz, baxın, nodlar. Yəni bunlar maşınlara əlavə eləməlisiniz ki, maşınlar sizdə burada siyahıdasınız. Deyək ki, məndə Cisco var, məsəl üçün. Cisco'nun Cisco, bir dəqiqə üstürə niyə çıxmadı? Cisco.io əslində Cisco var, lisenzi aldı, amma yəni o keçmək olar, bir skripti var, keçmək yox. L3 yəni routerdir, L2 switchdir. Əlavə edib istifadə edə bilərsiniz. Təbii ki, o konfigurasiya eləmək lazım. Həmçinin, baxın, yəni qısa məlumat verirəm, ətraflı məlumat verirəm mən ki, ətraflı məlumat üçün çox vaxt lazımdır. Windows əməliyyat sistemləri 10 var, 7 var, XP var məndə burada. Üstə gəl, Windows serverlərdən isə, Windows serverlərdən səhv etmirəmsə 2012-nin KVM yox, özür istəyirəm, GMU, ISO haqqında mən eşitmişsiniz, ISO formatı. ISO kimi bir şeydir, GMU formatı, yəni formatı fərqlidir, belə deyək, extensionu fərqlidir. Bu, həmin o extensionda. Bu da RAM-ınıza tənzimləyirsiniz, LAN kartı, prosesorun növləri tənzimləyə bilirsiniz. Həmçinin net nədir? Net internetdir, yəni NAT üzərindən internetin verilməsidir. Yenə deyirəm, qısa məlumatdır, amma internetdə baxa bilərsiniz, EVNG labları var, çox mürəkkəb lablar var, hətta mən sizə deyim ki, fərqli ölkələri birləşdirən lablar var. Deyək ki, Azərbaycan, misal olaraq Rusiya, Türkiyə, 3 dənə ölkənin fərqli IP-lərini verib, siz onları birləşdirib, onlar arasında şəbəkə
rutin qura bilərsiniz, rutin eləyə bilərsiniz, statik loot yaza bilərsiniz. Yəni burada imkanlar demək olar ki, məhdudiyyətsiz. Amma yenə deyirəm, resurs məsələsi var. Birincisi, kompüteriniz virtuallaşmanı dəstəkləməlidir, bir. İkincisi, RAM-ınız heç olmasa 12, mən 16 məsləhət verdim, 16 GB olmalıdır. Çox sağ olun, minnətdaram. Hamınıza uğurlar arzu edirəm. IT sahəsində, ümumiyyətcə həyatda bazarlıqlarınızı yəni inkişaf etdirməyinizi arzu edirəm. Biliklərinizi inkişaf etdirməyi arzu edirəm və ən əsası da sağlamlıq hər birinizi arzu edirəm. Gününüz uğurlu olsun, sağ olun.